Salam. Bu videoda Demidoviçin Riyazi analizdən məsələlər və misallar kitabından bir limitin izahını verəcəm. Məsələnin şərtini görürsünüz. Deməli, bu limiti hesaplamaq tələb olunur. Limit x yaxınlaşanda müsbət sonsuzluğa 2 böl pi vurulsun arctan x üstündə x. Bu limiti hesaplamaq lazımdır. Bu limit nə şəkilli bir qeyri-müəyyənlikdir? Öncə ona baxaq. Deməli, əgər x müsbət sonsuzluğa yaxınlaşırsa, arctan x limiti pi bölü 2 olar. Bunu arctan x'in qrafikindən də bilmək asandır. Yəni, oradan da görünür. Amma ciddi riyazi isbatını da vermək mümkündür. Elə çətin deyil. Bu y bərabər mənfi pi bölü 2 düz xəttidir. Bu y bərabər pi bölü 2 düz xəttidir. Arctan x'in qrafiki bilirik ki, bu şəkildə olur. Təxminən belə bir şey olur və y bərabər mənfi pi bölü 2, y bərabər pi bölü 2 bunların arctan x'in qrafikinin deməli maili asimptotlarıdır. Və qrafikdən də görünür ki, əslində x müsbət sonsuzluğa yaxınlaşdıqda arctan x'in limiti pi bölü 2 olar. Bu görünür. Amma bu faktı ciddi isbat etmək də mümkündür. İndi, deməli, bu limit 2 bölü pini də pi bölü 2'ye vuranda 1 verəcək. Demək ki, verilən limit əslində 1 üstündə sonsuzluq şəklində bir qeyri-müəyyənlikdir. Bu şəkildə bir qeyri-müəyyənlikdir. Şəklində qeyri-müəyyənlik. Bu şəkilli qeyri-müəyyənlik olan limitlər bu limitlərdən birinə gələr. 1 plus t üstündə 1 böl t. Əgər t sıfıra yaxınlaşırsa, bunun limiti y'dir. Bu şəkildə bir limitə gələcək. İndi biz onu hesablayacağıq. Deməli, yuxarıda dediyim limitə gətirmək üçün biz bunu belə yazmalıyıq. 2 bölü pi, 1 üstə gələk, 1 plus, orada 1 olmalıdır. Burada 2 bölü pi arctan x minus 1. 1 əlavə etdim, çıxdım o şəkilə gətirmək üçün. Burada nə olacaq? Burada bunun tərsinə vurmalıyam. Buraya yerləşməyəcək, buradan yazaq. Onun üstündə tərsi olmalıdır. Yəni, 1 bölünsün. Burada olacaq 2 bölü pi arctan x minus 1. Burada elə bir ki, t dediyimiz t orada nədir? T orada deməli 2 bölü pi arctan x minus 1'dir. Ona deməli vurdum. İndi bir də pozdum təbii ki, düzəldəcəm indi. 2 bölü pi arctan x minus 1 həmin şey olacaq. Bir də vur x var orada. Və x gedir müsbət sonsuzluğa. İndi bu hissə bizə y verəcək. Bu hissənin limiti bizə y verər. Yuxarıda dediyim limitə görə. Çünki bu 2 bölü pi arctan x minus 1 sıfıra gedir x müsbət sonsuzluğa gedəndə. O bizə y verəcək və y üstü t funksiyası da kəsilməz olduğuna görə bunu y üstündə limit x yaxınlaşır müsbət sonsuzluğa x vurulsun 2 bölü pi arctan x minus 1 şəklində yaza bilərəm. İndi bunu hesaplamaq lazımdır. Y üstündə onu bu şəkildə yazacağım. X gedir müsbət sonsuzluğa. Burada 1 bölü x yaza bilərəm. Bu da 2 bölü pi arctan x minus 1 bərabərdir. Burada artıq L'Hopital teoremini tətbiq eləyə bilərəm.
X müsbət sonsuzluğa gələndə 1 bölü x sıfıra gedir və sürət də sıfıra gedir. Çünki arqdan x pi bölü 2 olduğuna görə 2 bölü pi vurulsun pi bölü 2 1 olacaq. 1 minus 1 0. L'Hopital teoreminin şərtləri ödənir və L'Hopital teoremini tətbiq edirəm. X yaxınlaşır müsbət sonsuzluğa. Sürət məxrəcdən teorem alacağım. Burada olacaq mənfi 1 bölünsün x kvadratı. Burada da olacaq 2 bölü pi vurulsun. Arqdan x'in törəməsi 1 bölünsün 1 plus x kvadrat olacaq. Bu da olacaq y üstündə limit x yaxınlaşır müsbət sonsuzluğa. 2 bölü pi vurulsun. Burada mənfi x kvadratı. Burada 1 plus x kvadratı. Bu bizə nə verəcək? Deməli, y üstündə 2 bölü pi-ni çıxarda bilərik təbii ki. Limit, orada da sürət məxrəcini x kvadratına bölək. Burada 1 plus x kvadratı plus 1 olacaq. X gedir müsbət sonsuzluğa. Bu da bizə verəcək y üstündə 2 bölü pi. Bu olacaq mənfi 1. Burada da olacaq 0 plus 1. Y üstündə mənfi 2 bölü pi. Cavab y üstündə mənfi 2 bölü pi oldu. Növbəti videoda görüşərik. Sağ olun.